Azərbaycan Milli Elmlər Akademiyasının riyasət heyətində 1-ci Türkoloji Qurultayının 100 illik yubileyi nəzərdə edilmiş Türk Dünyası həftəsi çərçivəsində rəqəmsal türkologiya adlı panel iclası təşkil edilib. Tədbiri giriş nitqi ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli açaraq 1-ci Türkoloji Qurultayının 100 illik həsr olunan Türk Dünyası həftəsinin elm və mədəniyyəti əhatə edən geniş miqyaslı silsilə tədbirlərdən ibarət olduğunu vurğulayıb. Türk Dünyası həftəsinin prezident İlham Əliyevin 1-ci Türkoloji Qurultayının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamına uyğun olaraq təşkil edildiyini söyləyib. AMEA rəhbəri bildirib ki, yubileyin dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın Türk dünyasının ortaq elmi mədən irsinə verdiyi yüksək dəyəri açıq şəkildə nümayiş etdirir. Akademik İsa Həbibbəyli vurğulayıb ki, 5 Türk dövləti başçısının yubiley tədbirləri ilə bağlı təbrik məktubu ünvanlaması Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun və Azərbaycanın Türk dünyasında artan rolunun göstəricisidir. O, Türk Dünyası həftəsinin əsas hadisəsinin Heydər Əliyev mərkəzində keçirilən 1-ci Türkoloji Qurultay 100 ilin elmi və mədən irsi mövzusunda beynəlxalq konqres olduğunu diqqətə çatdırıb. Konqresdə 26 ölkədən 200-dən çox türkoloq alimin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyini deyən alim bildirib ki, bu Azərbaycanın elmi və intellektual mərkəz kimi artan beynəlxalq şəkisini təsdiqləyir. Sonra AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev çıxış edərək 1-ci Türkoloji Qurultayının bundan 100 il əvvəl məhz bu binada dövrün ən aktual elmi məsələlərini gündəmə gətirdiyini, bugün isə dünyanın tamamilə yeni reallıqlarla üz-üzə olduğunu vurğulayıb. O, müasir çağırışlar fonunda konqres çərçivəsində rəqəmsal türkologiya panelinin təşkilini zəruri addım kimi dəyərləndirib. Akademik Rasim Əliquliyev son illər Türk dövlətlərinin rəhbərlərinin rəqəmsal inkişaf və süni intellekt məsələlərini strateji prioritet kimi ön plana çəkdiklərini və Türkistan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə bunu açıq şəkildə nümayiş etdirdiklərini bildirib. Qeyd edilib ki, Prezident İlham Əliyevin 2024-cü il and içmə mərasimində səsləndirdiyi "Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır" fikri bu istiqamətdə aparılan müzakirələrdə xüsusi önəm daşıyır. Vitse-prezident çıxışının sonunda bugünkü plenar iclası yeni yüzilliyin başlanğıcı kimi dəyərləndirib. Müasir çağırışlar kontekstində Azərbaycan dövlətinin rəqəmsal siyasətinə uyğun olaraq AMEA-da da yeni elmi prioritetlərin formalaşdırılmaqda olduğunu diqqətə çatdırıb. Plenar iclasdan Türk Dünyası İş Adamları Birliyinin sədri Mehmet Fatih Danış çıxış edərək bu toplantının yalnız türkologiyanın keçmişini xatırlatmaq məqsədi daşımadığını, eyni zamanda onun gələcəyini birlikdə qurmaq niyyəti ilə təşkil olunduğunu vurğulayıb. O, türkologiyanın Türk dünyasının ortaq yaddaşını, mədəniyyətini və kimliyini gələcəyə daşıyan ən mühüm intellektual körpülərdən biri olduğunu qeyd edib. Mehmet Fatih Danış 1-ci Türkoloji Qurultayın zəngin irsinin hələ də kifayət qədər rəqəmsal mühitdə daşınmadığını və bir çox türk dillərinin rəqəmsal platformalarda az resurslu dillər kimi qiymətləndirildiyini söyləyib. Daha sonra elmi mövzular dinləndi. AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Dosent Hikmət Quliyev rəqəmsal türkoloji folklorşünaslıq, konseptual baxışlar və perspektivlər mövzusunda məruzə ilə çıxış edib. Hikmət Quliyev 1-ci Türkoloji Qurultayının 100 illiyinin türkologiyanın yeni mərhələsinin nəzəri və metodoloji istiqamətlərini yenidən dəyərləndirmək üçün mühüm elmi platforma olduğunu vurğulayıb. Tədbirdə həmçinin bir sıra məruzələr də dinləndi. Leyla Namik qızı, Ziya Xudiyev, Fərid Əşimov, Elm TV.